Biz hadisələri, insanların davranışlarını, reaksiyalarını görürük və qınayırıq, amma bunların səbəbləri barədə heç vaxt düşünmürük. Filankəs filan hərəkəti elədi, ayıb olsun deyib keçirik. Amma onu bu hərəkətə vadar edən səbəblər bizi maraqlandırmır. Bu mövzunu niyə açdığımı birazdan biləcəksiniz. Ötən həftələrdə biz 3 yeniyetmə qızın evdən qaçmasının, sonra Ağcabədidəki məlum faciənin xəbərini aldıq. Bu həftə isə daha bir 13 yaşlı qız evdən qaçdı. Artıq dayanmalı və məsuliyyətlə danışmalıyıq. Çünki bu hadisələrin ard-arda yaşanması çox ciddi siqnaldır. Bu hadisələr təkcə onu yaşayan ailənin yox, bütöv cəmiyyətin, sənin, mənim, hamımızın məsuliyyət boşluğunun simvoludur. Və sabah bizdən birinin ailəsində bunların yaşanmayacağına zəmanət yoxdur. Hadisəyə yenidən baxaq. Ata və anası ayrılmış, həssas psixoloji durumda və həssas yaş dönəmlərində olan bir qız uşağı. Artıq daxili təlatümlərinin siqnalını məktəbdə verib. Sözə baxmamaq, reaksiya verməmək, əlində şübhəli əşyalar olması və s. Məktəb nə edir? Uşağı valideynlərə şikayət eləyir. Şikayət. Mən demirəm, siz deyin, bu durumdakı bir yeniyetmənin bu yanaşmaya aqressiv reaksiya verməsi normaldır yoxsa yox? Bəs hanı məktəb psixoloqu, bəs hardadır sosial xidmət orqanları, hardadır uşağın təlim tərbiyəsindən məsul olan məktəb əməkdaşları? Bütün bu strukturlarda problemimiz varsa belə, hardadır ən azından müəllimin vicdanı? Mən anlayıram, aşağı məvacib qarşılığında xüsusən də yeniyetmələrlə işləmək çox çətindir, başa düşürəm. Amma sizin böyük məsuliyyətiniz var axı. Bəlkə bu uşaq elə evində zorakılığa məruz qalırdı. Mən heç bir ailəni ittiham eləmirəm, amma real ehtimallardan danışıram da. Bəlkə o uşaq Ağcabədidəki yeniyetmə kimi kənarda cinsi istismara məruz qalırdı. Bəlkə sinif yoldaşları tərəfindən bullyinqə məruz qalırdı. Bəlkə valideynlərinin ayrılmasının yükünü hələ qaldıra bilmirdi. Mən ona görə deyirəm ki, biz ancaq hadisələri görürük. Uşaq dərsi qulaq asmır, tərbiyəsizdir, nöqtə. Mühakimə eləmək asandır, amma yeniyetmənin profilaktik söhbətə cəlb edilməsi, onun üçün etibarlı mühit yaradılması, ən azından onu dinləmək bəlkə başqa nəticələrə səbəb olardı. Sonradan polis əməkdaşları uşağı Gəncədən tapıblar bu arada. Day kiminlə getmişdi, kimin yanına getmişdi, bu planı necə qurmuşdu? Ümumiyyətlə, 13 yaşlı məktəbli heç kimə güvənmədən belə bir qaçış planlaya bilərmi? Bizim bilmədiyimiz, mediadan gizlədilən nələr var? Bunları Allah bilir. Bu zəncirvari hadisələr göstərir ki, nə ailə sistemi, nə məktəb, nə də sosial müdafiə strukturları bu kimi hallarda vaxtında və səmərəli reaksiya verə bilmir. Biz səbəbləri yox, nəticələri aradan qaldırmağa çalışdıqca çox da irəliləyə bilməyəcəyik. Hərçənd ki, fədakar müəllimlərimiz də var. Bu həftə Goranboyda 22 yaşlı qadın övladına xəsarət yetirmək üçün məktəbə gəlib. Müəllim uşağı müdafiə eləmək istəyəndə valideyn müəllimi bıçaqlayıb. Qaynanası danışıb, deyir ki, gəlinin 3 övladı var, psixoloji vəziyyəti yerində deyil. Hər şey bir qırağa. 22 yaşında qadın, 3 uşaq, uşaqlardan biri məktəbə gedirsə azı 6 yaşı var, deməli bu qadın 16 yaşında. Gördünüz, proseslər və problemlər bir-birinə necə bağlandı. Şəmkirdə baş verən hadisəni də unutmayaq. 2 övladı olan 24 yaşlı şəxs 15 yaşlı məktəblini aldadıb evinə gətirib. Öz uşaqlarını da ona bacısı uşaqları kimi tanıdıb. Hələ oğlanın valideynləri də yeniyetmənin yaşını bilə-bilə onu gəlin olaraq qəbul ediblər. Məsələnin əllə tutulacaq heç bir yanı yoxdur. Bu həftə sözügedən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Aldığı cəza 1 il 9 ay. Qısası, bu cür utanmaz manipulyatorlar və onlara dəstək olan ailələri olduğu müddətcə biz gələcəyimizi ancaq ictimai məsuliyyətimizi artıraraq qoruya bilərik. İctimai məsuliyyət deyirəm, çünki problemin kökü bəzən göründüyündən də dərindir. Təhsili, adət-ənənəsi bir yana, ölkənin aparıcısı da çıxıb canlı efirdə oğluma atasız qız almaram deyirsə, sənətçisi bir kəlməyə görə qadının başını kəsərəm ifadəsini işlədirsə, musiqiçisi kişi səhv eləmək üçün qadın ona göz yummaq üçün yaranıb deyirsə, bütün bu kütləvi izlənən verilişlər və ictimai simalar qadının dəyərini aşağılayan, sadə humanizm prinsiplərini heçə sayan ideyaları təbliğ eləyir və buna göz yumulursa, bugün gəldiyimiz nöqtə heç birimizi təəccübləndirməməlidir.